Hər birinizi salamlayırıq, hörmətli dinləyicilər və sonradan bizi izləyəcək izləyicilərimizə də bəri başdan hər vaxtınız, gününüz, vaxtınız uğurlu olsun söyləyirik. Və Mədəniyyət Nazirliyinin Dalğa FM radiosunun ortaq layihəsi Sənətin Səsi efirdədir. Mən Sevinç Salahovanın təqdimatında hər zaman olduğu kimi sənətdən danışırıq, sənətə xidmət edirik, mədəniyyətimizə və sənətdə var olan, bugün cismən olmasa da ruhən yaşayan sənətkarlar var. Onların səsi, onların irsi, onların sərvəti bugün əlbəttə ki Azərbaycan musiqi mədəniyyəti tarixində bir sərvətdir, bir xəzinədir ki, onlara bir toxunuruq, biz onları yenidən canlandırırıq. Sözsüz ki, sənətkarların dəstəyi ilə, köməyi ilə və bugün də çox gözəl bir sənətkarımız bizim qonağımızdır və mən qeyd etmək istəyirəm ki, bugün həm də Azərbaycan caz muğam sintezinin banisi, məşhur dünya şöhrətli bizim caz pianoçusu, bəstəkar Vaqif Mustafazadənin xatirə günüdür və bugünkü verilişimizi də biz elə onu yad edəcəyik, onun irsini, onun sənətini yad edəcəyik və Vaqif Mustafazadəyə həsr olunmuş o qədər silsilə layihələr, o qədər verilişlər, layihələr var, amma bunlar arasında məhz Vaqif Mustafazadəyə həsr olunmuş bir möhtəşəm əsər var. Sırf elə Vaqifin adı ilə bağlıdır və bu çox uzun illər axtarırdım ki, görəsən bunu kim ifa edib, görəsən kimdir müəllifi. Bəziləri deyirdi ki, elə bunu Vaqif Mustafazadə özü ifa edir, amma yox. Həm o əsərin müəllifi, həm əlbəttə ki, digər gözəl sənət inciləri yaradan öz qızıl barmaqları ilə və bugün də bizi və sizi, hörmətli dinləyicilər, sonradan izləyəcək izləyicilərimiz öz gözəl ifaları ilə böyük zövq bəxş edəcək gözəl sənətkarımız, pianoçu Nizami Əliyev bizimlədir. Xoş gəlmişsiniz Nizami müəllim. Salam, hər vaxtınız xeyir olsun. Tamaşaçıları da salamlayıram. İlk öncə sizə minnətdaram ki, bizi dəvət eləmisiniz. Biz təşəkkür edirik. Gözəl məkanınız da uzun ömürlü olsun. Çox sağ olun. Həmişə işıqlı olsun. Minnətdarım. Gözəl musiqilər səsləndirəsiniz. Gözəl insanlar haqqında, sənətkarlar haqqında necə yaşadmışsınızsa bir gün necə, belə də yaşadasınız. Bəli. Amalımız, işimiz bax budur. Sənətə, sənətkarların yaradıcılığını, irsini təbliğ etmək. Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalında sonradan izləyəcəksiniz. İndi hələ ki dinləyicilərimiz eşidə bilirlər, amma söyləyim ki, bugün Nizami müəllim əlbəttə ki canlı ifalar təqdim edəcək və mini piano belə deyək, hazırda studiyamızdadır. Sizi müşahidə edəcək musiqiçi də var burada. Onu da salamlayırıq. Onu da təqdim edərdiniz. Racı Hüseynov. Racı müəllimi də salamlayırıq və söz musiqinindir. Canlı musiqi varsa mən çox danışmayacağam bugün. Çünki bugün musiqi danışacaq. Bugün Nizami Əliyevin qızıl barmaqları ilə yaradılan o əsərlər yaranacaq. Və elə həmin hansı kompozisiya ilə başlayırıq? Mənim üçün başı bəlalı olar, amma mən doğrudan da xoşbaxt bir insanam ki, mən bu cür şəxsə həsr olunmuş bir kompozisiya yaratmışam Allahın köməyi ilə. Bəli. Və artıq bütün respublikada və Azərbaycanda kənarda da bunu tanıyırlar, Vaqif xatirəsi. Eşidək, Vaqif xatirəsi canlı Nizami Əliyevin ifasında. Eşidək.
Teşekkür ederim. Çok sağ olun Nizami müəllim. Yeni qoşulanları da salamlayırıq. Bəli, əgər elə bilirsinizsə bu lent yazısıydı. Deyil. Bu canlı olaraq səsləndi. Vagif xatirəsi Nizami Əliyevin ifasında Dalğa FM radiosunda. Hətta dediniz başı bəlalı Nizami müəllim. Bu əsərin yaranma tarixi düz nə az nə çox 20 il əvvələ gedir çıxır, yox? Artıq 20 il oldu Ay bu maşallah. illəri. Bu yubileydir artıq bu kompozisiyanın. Hətta bilirsiniz insana ağlına bəzən mənə elə gəlirdi ki, bu kompozisiyanı Vagif Mustafazadə özü yaradıb. Sanki o qədər doğrudan da onu yarada bilmisiniz bu Vagif xatirəsində və bu gün Vagif Mustafazadənin xatirə günündə biz bir daha bu əsəri canlı duyduq. Hisslərinizi 20 il sonra necə dilə gətirərdiniz bu kompozisiya ilə bağlı? Allah dahi insanları rəhmət eləsin. Amin. Vaqif müəllim də onların içində olmalı. Amin. Məndə bir bəlkə nöqsandır, bəlkə bilmirəm necə. Aha. Əgər mən səhər Vaqifin ifasına qulaq assam, mən həmən günü ifa eləmək həvəsimi deyək, necə deyək, o məndə sıfırdan da aşağı düşür. Niyə? Çünki mən o qədər Vaqifin o barmaqlarının necə deyək, şirinliyini sevirəm ki və hərdən də fikirləşirəm ki, insanlar dərk eləmirlər kimi ilə hansı bir dövrdə yaşayırlar. Çox vaxt elə olur. Bəli. Amma mən hesab eləyirəm ki, o vaxtı Vaqiflə bir dövrdə yaşayan, yaradan insanlar inanın ki, doğrudan da xoşbaxt insanlar oldular. Çünki elə şəxsiyyətlə bir dövrdə yaşamaq, bir də ünsiyyət qurmaq olmaq. Ünsiyyətdə olmaq canlı. Bilirsiniz, biz indi oturub qulaq asırıq kimlərsə, disklarda, sosial şəbəkədə giririk. Bəli. Vaqif Mustafa, misal üçün düşüncə, ya Mart. Bəli. O insan zahiri ilə daxili tamam başqa şeylər olub. Yəni ki, adətən deyirlər ki, zahiri görünüş anladıcı olur da. İnsanı tanımaq üçün giriyor onun qəlbinə bir balaca oxşayasan, bir tanıyasan. O qəlbi tanımaq üçün giriyor bir az da olsa bir ünsiyyət qurasan o insanla. Biz Vaqif Mustafazadənin bugünkü musiqiçilər kimlər ki yaşadır bu yolu. Biz onu dinləyib sevmişik də, görüb sevməmişik. Bəli. Bəli. Yəni dinləyib də sevmək mümkündür. O dinləyib sevməyin o iman deyilən bir şey var da. Biz insanın sənətinə iman getirmiş. Yəni biz onu o qədər sevirik ki, mənimsəmək istəyirik və ona bənzəmək istəyirik. Bəli. Biz ondan yaxşı olmaq istəmirik. Çünki niyə? Çünki ola bilər kimsə yaxşı ola bilər. Amma Vaqif ola bilməz. Əlbəttə. Vaqif Mustafazadə bir dəfə əvəz bu dünyaya olunmaz gəldi. insanları var. Bəli. Bir də var təkrar olunmaz. Vaqif Mustafazadə o şəxslərdən ki, o təkrar olunmaydı. Bəli. Yaxşısı ola bilər, zəifi də ola bilər, amma Vaqifin özü olmaydı. Bəli. Çünki o barmaqlar, o ürək, o qəlb, o düşüncə bəlkə 100 illərdən çox birinə verilir. Razıyam.
Sənətin səsini dinləyirsiniz. Ay təşəkkür edirəm. Çox sağ olun Nizami müəllim. Həqiqətən də bu cür ifaları canlı dinləmək bu başqa bir zövqdür və bunu Dalğa FM radiosu sizə yaşadır. Yalnız və yalnız bax bu gün Vagif Mustafazadənin xatirə günündə biz sözsüz ki, yalnız musiqidən danışa bilərdik. Sənətdən və canlı musiqinin isə yeri bambaşqadır və elə sənətkarlar var ki, bax onları doğrudan da canlı dinləyəndə insan bir daha düşünür ki, bəli, sənət var, sənət yaşayır və o sənətkarların yaratdığı məktəb yaşayır. Bayatı Şirazla giriş etdiniz. Daha sonra Bakı gecələri Ələkbər Tağıyevin və daha sonra elə yenə də Ələkbər Tağıyev Külək mahnısı. Əslində bəziləri Vagif Mustafazadənin ifa etdiyi əsərləri zənn edirlər ki, elə Vagif Mustafazadənindir. Bakı gecələri olsun, yollar olsun. Bir çox əsərlər var, amma bu yaxınlarda elə biz sizinlə bunu da müzakirə edirdik ki, əslində o yollar kompozisiyası da bəstəkarı Mehriban Əhmədovanındır. Bu sözsüz biz o birisi konsertdə, bu son konsertdə, ondan bir konsert qabaq. Orada yollar kompozisiyasını, yəni musiqisi dostlarına köməkləşib yeni bir formatda işlədik və orada konsert günü bəli, bir nəfər zəng gəldi bir dostlardan ki, yəqin ki, orada elan olacaq konsert. Dedim, bəli, yəni bir-iki ilə də bu Vaqifin deyil. Dedim, necə Vaqifin? Biz uşaqlıqdan belə bilmişik. Dedi, yox, bu bəstəkarı var. Bilirsiniz, bəzən, yəni gör o necə mənimsəkdə belə, öz ifasını necə mənimsəməyi bacarıb ki, hətta bəstəkar artıq belə dinlənmir ki, qoy elə Vagif Usta. Çünki o Mehriban Əhmədova var, yaşayır, yaradır, günü bu gündə salamlayırıq. Yəni o dərəcədə ona da və o bəstəkar üçün də mən elə səbəb edirəm ki, yəni əlbəttə uğurdur və xoşbəxtlikdir ki, onun əsəri. Bəli, İstər bax birini qoyub birini deyirəm. Məsələn, ruhu şad olsun. Əli Baba Məmmədovun da elə əsərləri var ki, o məsələn bəziləri, xalq mahnısı. O da sağlığında demişdi ki, mənim üçün böyük xoşbəxtlikdir ki, mənim mahnımı xalq mahnısı kateqoriyasına insanlar yüksəldib. O Xudayar təsnifi də necə o vətən yaxşıdır. Bizim şəhidimiz, qəhrəmanımız. Orada da Əlibaba müəllim öz böyüklüyünü göstərdi və onu adını dəyişdirdi. Bəli, oldu Xudayar təsnifi. Yəni onu da hər adam bacarmır. Bilirsiniz, böyüklük, insan böyüklüyü o yaşla deyil, o gördüyü və əməllərləndir, işlərləndir və Əlibaba müəllim də Allah rəhmət etsin, böyük sənətkarımız. O özü üçün də böyük sual qazanır və o ilə də özü ilə bərabər o şəhidlərin ruhunu yaşatdı və tarixdə. Ruhları şad olsun. Və bilirsiniz, insanlar biz çox vaxt əfsuslar ki, elə olur ki, yəni insanlar əllərində bir nemət olur, onu itirəndən sonra başlayırlar heyfslənməyə və qədir verməyə. Mən arzu edirəm ki, və özüm də çalışıram elə olum. Bəlkə indi yaşla əlaqədar və bu sənət bilirsiniz də, indi sənət elə bir sahədir ki, orada yaşlaşdıqca, yaş getdikcə insan puxtələşir. Bəli, sözsüz. Bizdə 18 yaşında o təqavüdə çıxmırlar idmançılar kimi də. Var idman ölçü 20 yaşında. Əslində 40 yaşdan sonra deyir, sənətkar olur. Sənətlə bu sənəti seçən insanlar ola bilirlər ki, bu ömürlük bir sirdaşdır insanlar. Bəli, bu artıq sırğı olur qulaqda və insan bunu ta dünyasını dəyişəndən sonra o bəlkə də o ruhla bir yerdə çıxıb gedir. Amma əgər Allah insana bir şeyi verirsə, o mütləqdir ki, onu bölüşməlidir. Mütləq, bəli. Özü düzgün bölüşməlidir. Düzdür. Bugün ümumiyyətlə Bakı deyəndə insanın ağlına elə Vagif Mustafazadə gəlir. Caz deyəndə, piano deyəndə, muğam deyəndə, yəni elə bir sənətkar elə bütün sahələri elə sanki birləşdirdi ki, bugün assosiasiya olunur. Vagif Mustafazadə deyəndə həm Bakı yada düşür, həm muğam yada düşür, həm caz yada düşür. Eyni zamanda sözsüz ki, bugün onun adını daşıyan musiqi məktəbi də var, onun ev muzeyi də var ki, və ən əsası onun sənətini bir söz demək istəyirəm, amma onu heç vaxt deməmişəm. Şəxsən tanımıram. Allah indi Əzzə xanımı da can sağlığı versin. Gözəl Vaqifin yəni
irsindən Bəli, bilirlər qalıb yadigarıdır. millətimizə. Bəli. O balaca uşaq var, Vaqif müəllimin nəvəsi, Əziz Bəli. xanımın oğlu. Aha. Mən bu fikri deyirəm və heç nəyə qorxmuram və çəkinmirəm. Çünki mənim şəxsi fikrimdir. Bəli. Vaqifin ruhu siz dinləsəz o uşağı. Aha. Yəni arıq bir uşaq. Dinləmişəm, bəli. Bakıda Amma konsertdə o də əlində çıxmışdı. olan o qüvvə var o uşağın. Yəni mən pianistam deyənə ona görə fikir vermişəm ona. Aha. Vaqifin barmaqlarının o balı var da, bal. Şirinliyi var O onda. şirinlik o uşağa ötürülüb. Aha. Və mən bunu bir-iki yerdə demişəm belə, yəni öz yaxın Bəli, insanlarımızın içində və söz vermişdim ki, efirə çıxanda bunu deyəcəm. Aha. Ruslar deyir, перевоплощение духа человека есть. İnsanın ruhu Bəli, gəzir. irsən, keçir onu, Və irsən, hələ bir ki, nəsildən Allah nəsilə Taala ötürülür. o gücü, o qüvvəni, o varlığı o uşağa Yəni yerləşdirir. sanki yenidən Vaqif Mustafazadə yaranıb. Bəli. Və mən əminəm ki, o uşaq gələcəkdə inşallah. Aha. Ötən verilişimizdə biz də Əzizə Mustafazadə ilə hətta bağlantı Bəli. etmişdi. Yadınızdadırmı? O Bakıda konsert vermişdi. Yəqin ki, elə doğum günü ərəfəsində yenidən konsert verəcək Bakıya gələndə. Əslində biz Əzizə Mustafazadəni də salamlayırıq. Çünki ünsiyyətimiz də, münasibətimiz də var və elə bu sözlərinizi bu verilişin linki olaraq ona da çatdırarıq. Əslində qızıdır. O hiss edib ki, atasını görür Mütləq hər halda. mütləq, ola Oğlunda. bilməz. Çünki o piyanoçu kimi davam etdirirsə, nə xoş ki, Vaqif Mustafazadə Yadınızdadır biz irsi sizlə davam edir. Aha. bir verilişdə siz onunla əlaqə saxladınız. Bəli. Və orada mən sonra onu sosial şəbəkələrdə oxudum. Təsadüfən yəni gördüm. O deyir, sual verirlər ki, atanızın axırıncı sözü nə olub deyib mən qayıdacağam. Bəli. Çox adam o cümləyə fikir vermədi, amma ümumiyyətcə dünyadan keçən insanların son sözləri ki var, ona artıq onlar yağın sözləri demirlər. Kimsə onlara didizdirir onu. Elə bir qüvvə var da biz ona Allah deyirik. İlahi qüvvə. İlahi Bəli. qüvvə. Və artıq mən əminəm buna, yəni inşallah ki, vaxt gələcək. Biz onu görəcəyik, bilməm, o qismətdir, amma yeni nəsil ki, gəlir o musiqiçilər. Bəli. Kimlər ki, bilirsiniz, sənət dünya durduqca yaşayır da, bu insan xoşbaxt adamdır. Bəli. Vaqif Mustafazadə Əbədi Azərbaycan olaraq. incisidir və o xatirəni və biri ən maraqlısı nedir? Vaqif ölümündən sonra çox şey elədi Azərbaycan üçün. O hər insana nəsib olmur. O, mən Ölümündən onu deyirəm, sonra bəli. belə günü O bu elə bir gündə. irs qoydu ki, Bəli. bu millət, bu dünya nə qədər duracaqsa, Bəli. bilirsiniz, ola bilər onun vaxtında sıxıblar, neysə də. Çətin bu dövrlərə çətin düşmüşdü, yollarda bəli, olur və bəli. çətin o vaxtı İlklərə imza Sovet atmışdı, dönəmi, icazə biraz yox o idi, bəli, musiqinin bəli. azadlığını, o musiqinin azadlığını almaq olmaz heç kəsdən. Çünki musiqi Ələxsusda azad cazda bir. və ələxsusda muğamda, Və- bəli. O dünyasını dəyişdi və neçə illər keçib və nə qədər də gedəcək. Bu millətdə elə bir pianoçular yetişəcək ki. İnşallah elə də olacaq və gəlir biz İnşallah. görürük bunu. Gələn Bəli. Bax bu sənət daim yaşayacaq. Amin. Tək ki Mütləq. elə olsun və əlbəttə ki biz arzu edirik ki, Vaqif Mustafazadənin öz nəvəsi ilə onun sənətini də davam etdirsin və vətənə də tez-tez gəlsinlər. Tez-tez burada çıxışları olsun. Yolları yada saldıq, Mehriban Əhmədovanı yada saldıq. İcazə versəydiniz hələ onu da ifa eləyərdim. İcazə sizindir, əlbəttə. Söz sizindir. Buyurun.
Bəli, təşəkkür edirik və Dalğa FM radiosunda bu dəqiqələrdən qoşulanları da salamlayırıq. Canlı ifalar səslənir dostlar. Bəzən insana həqiqətən də elə gəlir ki, bəlkə bu lent yazısıdır. Yox, canlı səslənir. Eksprompt olaraq biz elə efirdən öncə danışdıq Nizami müəllimlə, elə soruşduq ki, nə olsun ifa, nə edək ifa, heç mən özüm də bilmirdim. Bəlkə də Nizami müəllim özü də bilmirdi. Ən gözəl yaranan ifalar da elə bax o eksprompt olaraq yaranandır. Amma sözsüz ki, siz yəni milyonlarla, yəni dəfələrlə siz bu əsərləri ifa etmisiniz də. Amma bir söz var, deyirlər ki, yəni eyni ifanı ikinci dəfə təkrarlamaq qeyri-mümkündür. Elədirmi? Mən tanıyanlar bilirlər, mən ən xoşlamadığım şey bu fonoqram deyilən bir şey. Mən özüm ifa elədiyim lent yazılar ki var, mən onları fonoqramda o vaxtı biz Vaqif xatirəsinə klip çəkəndə Bəli. bizim böyük dostumuz Rafi müəllim Qaşımov bu klipi mənim üçün çəkəndə 2005-də, 2006-da mən onu o fonoqram orada bir kadrlar lazım idi, Royalda ifa. Bəli. Mən onu bir Allah bilir mənə çəkdim. Bu fonoqramma deyə ifa etmək istəmirdiniz. Mən axırda qışqırırlar üstümə ki, özünü ifa eləmişəm. Deyirəm, valla mən bilmirəm burada nə ifa eləmişəm. Bilirsiniz, bu kapriz deyil, bu həqiqətən belədir. Mən Bakı gecələrini, mən 2005-in ərdən o lent yazısına qulaq asıram, tam başqa cür ifa eləmişəm. Ged-gedə o dilim axıb ya, puxtələşmə, insan başqa cür görür, başqa cür düşünür və orada başqa bir nələrsə eləmək istəyirsən və görürsən ki, gözəl alınır da, bunu eləmək olar. Ruslar deyir, paxodu piyesi, bu iş gedə-gedə prosesdə görürsən bunu. Proses zamanı bilirsiniz, biraz çətin olur elənçi. Mənim məsəl çətindir kimi ilə çalışmaq ki, bir ifanı eyni tür kiməsə təkrar eləmək, o studiya zapisində yazıda gedirsən ses yazmaya, Ərdən biz razı ilə də gələndə deyir ki, orada başqa şey ifa edir. Deyirəm, valla o qaldı orada, buraya gəldik, burada biraz başqa. Məkanın özündən də asıdır. İnsanlar, biz konsertdə misal üçün, mənə köməyə dəstək olan dostlarım da və çox sıra məndən böyüdü yaşda. Son konsertdə də misal üçün, Rahib Əzəri bizim yaxın dostumuz, mən bütün konsertlərimi aparır. Aparıcılıq edir, bəli. Konsertin ortasında qayıtdı ki, söyledi, Nizami deyil, proqramı çördü. Biz artıq yazdığımız siyahını andalarlar, bir Allah şahidi. Kağızlar belə çördülər ki, yəni ki, görəyin, indi səhnədə nə baş verəcək, bir Allah bilir. Yəni, bilirsiniz, o olduğum məkan, olduğum tamaşaçılar, auditoriyanın da təsiri. Hətta teknikdə ifa eləyəndə də bu məkanda, bu ses yazmada, İnsan elə bir abavaya düşür ki, bilmirsən ki, neyi necə eləyəsən, bu vəziyyətdən çıxmaq üçün. Düzdür. Mən istərdim sizi solo konsertinizi elə bax, madam ki, vurğuladınız, elə gözəl bizim aparıcımız Rahib Azərinin hər zaman maraqlı çıxışları ilə, aparıcılığı ilə keçəkləşir və bir neçə konsertin Beynəlxalq Muğam Mərkəzində 4 konsertim Beynəlxalq Muğam Mərkəzində oldu. Son 2 konsertim biraz bəli, opera studiyasında oldu. Amma mənə yaxın, yəni zal nöqteyi nəzərdən, ababası ilə aura deyilən bir şey. Mənə yaxın və mənə doğma olan yer Muğam Mərkəzidir, Beynəlxalq Muğam. Çünki oranın zalı akustikası daha çox həm akustikası, həm rahat hiss etdirir. Ola bilər həzmi balacadır. Bəli, əslində mekanikdir, bəli. Mənim üçün şəxsən, əstağfurullah, mən sözü çox oldu. Amma bizim üçün də deyək ki, rahatdır. Niyə? Çünki ora yəni əsl musiqi dinləyən insanlar gəlir. Bəli. Ola bilər 100 nəfər olsun, ola bilər 50 nəfər olsun. Söhbət o saydan gedmir ki. Əsas sizi sevərlər, sizin sənətinizi vurğunlar. Musiqidən gedirək, bizi sevməsinlər. Bəli, sənətinizi, bəli, amma biz istəyirik ki, mənim eşitmişəm, musiqi bir qidadır. Mənəvi hər bir qida da mütləqdir ki, düzgün olmalıdır. Özümə rəva bilmədiyim qidanı heç kəsə vermək olmaz. Ola bilər ki, biz musiqidə balaca bir yerdəyik. Amma mən əminəm buna ki, əgər hər kəs musiqini düzgün təbliğ eləsə, inanınız ki, Azərbaycan sənətindən, indi sənətindən, Azərbaycanın hər bir şeyindən, mənim işləmişəm bunu. Mətbəxindən tutmuş davranışını, danışıq qabiliyyətimiz, ədəbiyyatımız,
şeiriyyatımız, qəzəllərimiz, musiqilərimiz, heykəltaraşlarımız, bizim hər bir sahəmiz çox gözəldir. Bəli. Və pianoçu Nizami Əliyevdən daha bir bugün üçün son möhtəşəm bir ifa olacaq. Və bugün biz Vagif Mustafazadənin xatirə günündə bizim gözəl sənətkarımızın irsini, sənətini yad etdik. Gözəl əsərlər canlı-canlı səsləndi. Nizami müəllim, sizə dərin təşəkkürümüzü bildiririk. Bütün kollektivimiz, bütün heyətimiz adından var olasınız və Allah ürəyinizə sağlıq versin. Qızıl barmaqlarınız hər zaman bax belə dünyanın ən möhtəbər salonlarında hər zaman belə gözəl əsərlər, həriqələr yaradasınız, ifa etsinlər və yeni il ərəfəsindəyik. Sonda sürpriz olaraq, bir eksprompt olaraq düşündük ki, möhtəşəm bir o yeni il havasında olan o kompozisiyalardan bir papuri şəklində ifa edəcək Nizami müəllim. Amma son olaraq istədik sizin təbriklərinizi bəri başdan alaq, yeni illə bağlı. Daha sonra elə ifanızla dinləyicilərimizə bir hədiyyə olsun indidən, Dalğa FM-dən və sizdən. Biz sizə dərin minnətdarlığımızı bildiririk Təşəkkür edirəm. ki, bizləri çağırmışsınız, biz də çalışırıq, bizi harası dəvət yerində gedək, imkan dairəsində gedirik. Var olun. Yəni, getməyə bilmərik də, çağırılan yerə getmək lazımdır. Bəli. Allah sizin komandanızı, rəhbərliyiniz başda olmaqla həmişə xoşgünlük eləsin. Amin. Problem onsuz da hamısında olur. Problemsiz həyat maraqsız olar. Çünki insan həyatı Bakı yolları kimidir. Çox gözəldir. Və bilirsiniz, insan o çətinlikləri görüb, problemləri görüb puxtələşir də, möhkəm olur. Allah sizin ailənizi qorusun. Çox Bu sağ olun. verdiği- Dalğa FM ailəsini. Dalğa FM ailəsini və biz Bəli. hesab edirik ki, artıq bu da bizim üçün bir doğma bir məkan oldu. Elədir. Çox səmimi söhbətinizə görə çox sağ olun. Var olun. Bizim üçün rahatlıq, yəni biz burada özümüzü çox rahat hiss elədik. Ha, Racı? Çox sağ olun. Racim müəllimə də təşəkkür edirik. Bugün sizi Allah dahi dəstəklədi. sənətkarlarımıza rəhmət eləsin. Amin. Amin. Ruhları Çox sağ olun şad ki, olsun. onları yad eləyirsiniz. Borcumuzdur. Olan sayəsində bizlər də, biz də indi hardasa özümüzə bir balaca bir yer eləmişik. Və qarşıda gələn bütün bayramları, Allah sizin bayramlarınızı salamat eləsin. Amin. Amin. Günləriniz Cümləmiz. xoş olsun, Bahəm. ruhunuz bol olsun və musiqi sədalarınız heç vaxt kesilməsin. Amin. Elə bu arzu Var ilə olasın. də son olaraq gözəl bir ifa yeni il ərəfəsində artıq ab-hava şəhərimizdə də hiss olunur. Şəhərimiz də belə deyək gözəlləşib, ələxsus onu Bakı gecələrində hiss etmək olar. O Bakı gecələri də az öncə səsləndi. Əgər izləmədisə bütün video buraxılışı siz Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarından izləyəcəksiniz və sonda yeni il mahnılarından hansılar olacaq? İndi eksperiment olaraq Nizami müəllimin ifasında Nizami Əliyev ifa edir Dalğa FM-də. Buyurun.